o keçən səfərki söhbətiniz mənim lap çox xoşuma gəldi. O dediniz kişilərin cibinə girib qadınların telefona baxması məsələsi. Hello. Orada məni maraqlandıran bir məqamda var idi. Qoruma sizdən lap yaxınlaşdım. Deyirəm, hello, eşitmirsiniz? Eşidir, özümüzə eşitmək əziyə vururuq. Görsən burada psixoloji söhbət gedir. Eləməyin psixoloji söhbətlər. Siz psixoloji söhbətdə edirsiniz, mənim fikrim qarışır. Birazdan mən görüşə girəcəm. Sən bir dənə o iş görüşməsinə girib uduzub çıxsaydın, bizim də canımız tutarardı, sənin də canın tutarardı. Sən o mundar adamsan, Ora gedəndə birinci sənin beynimdən çıxardacağım. Sonra da sizin hamınızı. Vay, qorxdum. Bax gör, psixoloq xanım, gör, əlim necə əsir var. Gərək məni yeyərdin. Mən nə bilməyəm, bu qədər gecikəcəklər. Görsən gözlərlə çıx get də, nə durmuşsan orada? Hara gedim, xəstəsən, sən o boyda yol gəlmişəm. A bala, Almanya pis yerdir, oranın cəmaatı soyuqdur. Keç danışma. Almanya dağılır, dağılır. Xəstəsən, o xurafiyələrdir, inanma elə şeylərə. Xurafiyə söz Azərbaycan dilində yoxdur, 1. Onlar saat 6-da yatırlar, 2. Keç demə, sakit. Onlar, siz də bana bağışlayın, psixoloq xanım, onlar özləri, yumurlar sözləri. Sakit yanım, çağırırlar məni. Danışdırma onu. Nə? Keç terminlərdən danışır, danışdırma onu. Sakit yanın. Psixoloq xanım, biz nədən danışırdıq? Rulavoyun paçevniki. Gəlin zəhmət olmasa. Necəsiz Fidan xanım, yaxşısınız? Yaxşıyam, çox sağ olun. Yəqin ki, məlumatdasınız hər şeydən. Əgər bu müsahibədən keçsəz, siz 3 aylıq kursa Almanyaya çıxırsınız, əşi qaydasındadır. Yaxşıyam, ha? Dediyim kimi, siz bizim Almanyada döyünən ürəkli olacaqsınız. Və bizim digər namizədimiz Fuad bəy. Xoş gəlmişsiniz. Fuad bəy, Fidan xanım, Fuad bəy. Fuad bəy, buyurun, əyləşin, keçin. Sən nə yaxşı gəldin də, sən haralardaydın da? Necəsən dayı? Əla, mən əla. Həmişə buradasan elə. Həmişə buradasan, əlindəki nə edeyim? Sən nə işin var burada? Sən mənim beynimdə nə işin var? Sən nə görüşürsən bu əclafla? Necəsən? Onun sən heç bir adiyyatı yoxdur, başa düşdün? Çıx get buradan. Buradan da get, oradan da get, tez ol. Getmirəm. İstədiyimi eləyərəm. Bax, istəyirəm burada gəzərəm. İstəyərəm oturaram. Özdə baş tərəfdə. Necəsən? Yaxşı, sən necəsən? Necəsən? Mənə vursanız. Nifrət edirəm sənə. Darıxmısan məncə? Darıxmamışam. Hisslərindən qaçma Fidan. Etiraf elə. Ölürsən məndən ötürü. Sən ölsəydin, bütün gün burada olardın. Hiç yadına düşmürsən. Yalan deyil. Yalandır o, səni 3 ildə ağlından çıxarda bilməyib. Nə o bir dəfə oturub kinoya baxır, nə bir dənə mahnıya qulaq asır, nə bir dəfə roman oxuyub. Beynin içi qalıb bomboş, savadsızlıq burada başalıb gedir. Düzdür, psixoloq xanım? Düzdür. Sizin baş sözünür. Ola bilər hər gün burada olmuram. Amma bəlkə ürəyindəyəm. Sən nə utanmaz adamsan, O boyda elədiyin şeydən sonra hələ özünə də baxırsan mənim. Sən adam olsan, mənim qabağımda oturmazsan, başa düşdün? Çıxıb gedərsən. Fuad bəy, ikili müsahibə sizin üçün problem deyil ki? Ondan soruşmayın, anasından soruşun. Başım necə? Nəysə, heç problem yoxdur. Yoxdur, okey. O zaman başlayaq. Mən CV-lərə baxım. Allah, bu nədir? Mən ev svar qalıram. Daş beton.
Bunun da başının içi boşdu diye. Bu çölay vurdu, var hastalandırdı, sigarasını yak elədi. Papağa geçmiş. Oturdu nə? Utanmaz qabağıma oturdu nə? Çəkilin maçıdan namı qoyuşacaqlar. Nə vuruşacağım bundan? Onsuz Almaniyaya gedən mən onda pərt olacaq. Etiraf elə ki, həyəcandan ölürsən. Ayaqların əsir. Qorxursan bütün müsahibəni pis günə qoyasan. Heç də belə. Qoca, kaftar, sən nənəmi? Heç bir şey bilən də heç olmasa buna. Neçə ildirsən mən beynimin içindəsən, Amma qınamıram, kişisiz də, hamınız eynisiniz. Hamınız bir-birinin tərifini saxlayın. Hə, travmatik. Hamımıza yenisiz deyəndə ki, mən açığı cavar olanda Yaxşı çovaq fırlatdım səni. Bir əski kimi. Nə? Çox şərəfsiz. Sən məhv eləyəcəm. Amma mən səni onsuz da məhv eləmişəm. Mən dəqiqləşdirmək istəyirəm hər ikinizlə də, çünki bu bizim üçün çox vacibdir. Siz kurs keçəndən sonra mütləq formada Almaniyada qalıb işləməlisiniz. Yəni uzun müddətli olacaq bu proses. Bu sizin üçün problem deyil ki, yəni ailənizdə və s. Haydi adam bak, qırıldıq baxdıq ha, buna da bu hava yoxdur ha burada. Mən də vibrasiya. Haydi adam bak. Var, mən varam. Oğlum mənim yanımda olmalıdır. Mama, mən təklibi. Qələt eləyir. Ay qız, nə istəyirsən oğlumdan? Əl çək də oğlumdan. İstəmir də oğlum səni. Gedir cadı filtrə eləyib gətirirsən, oğlum düz yolla gedir. Cəhənnəm ol da. Ay Simuzar xanım, bəsdir də. Sən deyildin bunları ayırmaq üçün mənim qapımda yatan, onun yeməyinə ovuc-ovuc... Ağız, hələ şey olmayıb, şər atma. Əstəğfurullah, şər böyük günahdır. Elə şey danışmayın. Bəs mənim aqibətim necə olacaq? Ev ala biləcəm? Aman deyirsən. İndi qulaq as qızım. Burada mənfi enerjilər çoxdur. Sən yanıma gələrsən, mən nəsə eləyərəm. Cadu? Yox, nəcadır. Yox, sadəcə psixoloqluğun incəliklərini öyrədərəm sənə. Yanıma gələrsən. Yaxşı. Mən sizin üçün nələr elədim? Ailəmi qarşıma aldım. Dostlarımdan uzaqlaşdım. Təhsilimi yarımçıq qoydum, qurban verdim. Niyə də, niyə? Eləməzdin. Eləməzdin. Bu sümsü it üçün gərək eləməzdin. Çünki sən öz dəyərini bilməyən bir adamsan. Düzdür. Sən özünün dəyərini bilmirsən. Düz deyirsiniz. Mən gərək mən itə it kimi davranardım da, iti insan kimi davrandım. Ona görə. Sənə cırarım, İt sənin nəslindir. Gəl. Gəl indi gör sənə nə toy tuturam. Mən də çoxdandır bu anı gözləyirdim. Fidan xanım, yaxşısınız, yoxsa fikirli görsənirsiniz? Yox, fikirli deyiləm. Sadəcə biraz həyəcanlıyam. Çoxdandır bu anı gözləyirəm. Nə gözəl. Çox iddialısınız. Çox gözəl, özünüzə əminsiniz, belə baxıram. Özümə güvənirəm. Çünki olur da insan həyatında elə vaxtlar olur ki, güvəndiyi insanlara qarşı güvənini itirir. Ondan sonra özünə güvənməli olur.
Anlayıram sizi, olur elə şeylər. Bəs Fuad bəy, mənə maraqlıdır. Bu 3 aylıq bizim kurs prosesində siz tək olmalısınız. Ailənizin yanınıza apara bilməlisiniz və bildiyim qədər siz ailəlisiniz. Sonra bu məsələ sizin üçün problem yaratmayacaq. Biz bunu öncədən danışmalıyıq. Sən evlənmisən? Oh, gör necə yandırır, yaxır. Mən heç şey yandırmır. Mən o qıza görə narahat oluram. Allah bilir kimin qızını alıb bədbəxt eləmisiniz yalan qopla. Sən özünə görə yan. Bədbaxt niyə olur? Gül kimi yaşayır, qızıl brilyant içində, yemək içində gəzir, kef eləyir. O da gəzdiyinə, yediyinə, gördüyünə, didiyinə, güldü. Hər şeyinə sən qərar verirsən, hə? 5 dəfə nişan qayıtdı sən ucbatından. Belə əcəb eləmişəm. Əlimin içindən gəlir. Fidan, sən əslində özünə əsəbləşirsən. Mən sənə əsəbləşirəm. Kömək eləmirsən mənə. Ay, az yox, Raka, az yox. Havasız boğulduq, bu məşqçiliyi üçün başqa bir adam zadım yoxdur, dostun zadı yoxdur sənin. Yox. Çünki məni bu əclafa dəyişdin. Lənətə gəlmiş alçaq. Bunu Aslı'ya dublaj edir. Çəşdik herhalde. Sən bu qızın qədrini bilmədin. Neyniyərdin? Qədir ağa zəkər deyim mi? Bu da qaçasındadır, amma mən barla dayak. Sakit dayanın. İndiyə qədər heç vaxt sizə pis şey arzulamamışam. Amma sən yenə mənə əngəl olmağa çalışırsan. Əcəb eləyir. Sən məni heç sevməmsən. Deyinə sevməmişəm, sevməmişəm. Sevməmişəm heç bir qram da, hə? Onu başa düşdüm. Sən nə var? Sən ki məni bu qədər qırdın. İnşallah elə bir dərdə düşərsən ki, dərmanı ancaq məndə olar. Biz artıq müsahibəni yekunlaşdırmalıyıq. Sadəcə son bir sual verin hər ikinizə. Biz sizi nə üçün işə götürək? Fidan xanım, sizdən başlayaq. Elmar bəy, mənim işimlə və təhsilimlə olan hər şey CV-mdə yazılıb, yəni ki, görürsünüz. Sadəcə özümlə bağlı bir-iki şey demək istəyirəm, şəxsi. Mən çətinliyə öyrəşən insanam və hər şəraitə uyğunlaşa bilirəm. Üstəlik sevdiklərimin ayrı qalmağı da öyrənmişəm və qarşımda heç bir maneə yoxdur. Burada məni saxlayan bir şey də yoxdur. Ona görə də mən Almaniyaya getmək üçün tam hazır hiss edirəm özümü. Çox səmimi idi. Fuad bəy, siz? Elmar bəy, mən bu işə çox ehtiyacım var. Növbəti bir il ərzində çox pul qazanmalıyam. Çünki mənim uşağım xəstədir. Əlimdə olan bütün pulun hamısını ona xərcləyirəm. Ona görə də bu işə hamıdan çox mənim ehtiyacım var. Aydındır. Şirkət siyasətimizə uyğun olaraq biz 3 gün ərzində sizin maillərinizə cavabımızı bildirəcəyik. Heç təşəkkür edirəm. Üzr istəyirəm, mənim mailim yoxdur. Bəs burada yazılıb axı sizin. Olub, amma onu mən yazmamışam. Yəni mən ümumiyyətlə başım çıxmır belə şeylərdən. Aramızda qalsın. O bizdə uşaqlar var həyətdə. Onlar interes klubda, onlar eləyiblər. Həm də ki İstəmirəm Almaniyaya getmək. Fikrimdən daşındım. Niyə? Çünki onlar yumurlar. Aydındır. Başa düşürəm Fidan xanım, aydındır. Amma Fuad bəy, bu sizin mailinizdə Crazy Boy No Need to Voy
666. Onda heç nə. Biz mail vasitəsilə əlaqə saxlayaq. Sizlə də bir variant tapıb əlaqə saxlayaq. Təşəkkür edirəm. Onda görüşərik. Sağ olun. Buyurun. Ana, Gedir. xahiş edirəm, getmə. Ya da gedirsənsə heç olmasa arada gəl, yaxşı? Çünki hər şey keçmişdə qaldı. Əslində mən sənin üçün çox darıxmışam. Bizim anılarımız üçün. Üzr istəyirəm, mən gedim. Sən elə buradasan? Ha. Çıx get. Bağışladın onu. Bağışladım deyəndə, bilmirəm ya, acığım getdi. Sənin acığın varmış ona qarşı. Zəng vursam açarsan? Üzr istəyirəm. Qapı hardadır? Bilmirəm, çıxda hardan istəyirsən çıx, fərq yoxdur. Ha, yaxşı. Bizə gedib toyuqlu sendviç yeyək. Rolaboyun paçevnikin demişkən.